Herkese salam qızlar. Qızlar, bilirəm bu vloqum da çox qısa alındı, amma mən sizlər üçün təmizlik vloqu çəkirəm. Bu vloqu da silməyə əlim gəlmədi. Dedim, eybi yox, qoy paylaşım. Qızlarım da evimdə olan dəyişikliklərə baxsınlar. Mütləq izləmədə qalın ki, yeni vloq gələndə, təmizlik vloqum gələndə xəbərdar olasınız. Qəşəng düzəltdim. Buraya içimdən şəkildə çıxartdırdım. İndi birazdan o gələcək. Onu da bura qəşəng qoyacağım. Gedib bunun qabağı için qəşəng xırda-xırda işıqlar, zatlar olur. Onlardan gedib alacağım. Buralara indi başlayıram. Kartof soğanı boşaltdım. Çünki içi nə gündə idi. Onları təmizləyim. Kuxunam da nə günə düşdü əməlli başdı. İndi burada həqiqətən gördünüz tofkanı qoydum deyə. Bilmirəm indi bu qazanları hara qoyum. Yəqin ki, çox güman ki, ora qoyaram suyun aşağı hissəsində. Orada kloklar var. Klokları yığışdıraram. Bunları qoyaram ora. Burada kapron qablardır. Balaca qazanlar, kapron qablar. Ya, səliqəyə salıb bu kapron qabları ora qoyub, qazanları bura qoyaram. Baxım indi görüm nə edəcəm. İndi evləri bu hissəni biraz toz soğanlayım. Çünki soğan qabıqlarsa nə günə düşdü. Belə yığışdırdım, divar üstünü zaten təmizlədim. Meyvələri qoydum ora. Pəncərə açıq, qəşəng külək vurur. Buradakı güllərimin hamısı soldu istidən. Bu pəncərə qırağını yavaş-yavaş açmağa çalışıram, görüb açıb qutara bilərəmmi. Bunu da yatırsıram burada. Yatır. Bu yatırsa mən də dedim işlərimi görüm. Evləri toz soğanlanmalıyam. Bir də ki silməliyəm. Bu qədər. Bir də mən bu boş divar üçün nəsə bir ideya fikirləşmək istəyirəm ki, tablo olsun, şəkillər olsun, işıq olsun. Qalmışam amma Temurda nə vurum. Buranı qəşəng belə rəngləndirsin. Bu qırağı yox. Amma əslində oralarda olar. Əsas buraya üçün ki, divanın belə üst hissəsində nəsə maraqlı bir şeylər olsun. Bunları da silməliyəm. Qoxuna mebelinin də fabrikdən bir məhsul bulmuşam da. Gözlərim o gəlsin. Qoxuna mebelini qəşəng tərtəmiz edin. Bunu götürüm buradan. Kafet dökməyə içine. Bir də bunun qapağını. Qapağını da getirdim. Bunları sən kafet doldurum qoyum. Olduğuma göre bunu takacaq bura. İşığın fərqinə baxın. Necə qəşəng işıq verir bura. O bir işığı az verirdi deyə. Bunu belə değiştirdik. Düzdür, biraz lampadan biraz çıxır. Üstündən biraz çıxır lampa. Amma olsun. Çox qaranlıq qalır. Mən buradan qəşəng görsəncək yoxsa belə. Baxın. Biraz çıxır. Amma eybi yoxsa işıq yalandan sonra o çox bilinmir. Yoxsa keçməmişdən qabaq biraz belə maraqlı kitab oxuyum üçün Sihirli Dünya nağıllar. 5 tane nağıl var içində. Çalışdığım qədər gecə yatmamışdan qabaq onsuz kitab zətdə oxuyuram. Belə içində fikirlər var. Çalışdığım qədər oxuyuram onun üçün ki, xoşuna gəlsin. Al. Şimdi quşum hazır. Bilmem, o vloqda daxil yoxsa yox. Lampanın üstünə belə qırmızı əskini atıram. Hər otaq, bütün otaq qıpqırmızı olur. Mütləq qırmızı işığınız yoxdursa bunu mütləq sınayın. Mən də gəldim bura. Yatmamışdan qabaq buraları qəşəng yığışdırmışdım. Qabları da yuyub qoymuşdum. İndi yemək pişirməliyəm. Prosta mətbəxi dağıtmaq istəmirəm. Qalmışam neyim. Ya da spagetti pişirəm, ya da makaron, ikisindən birini. Buranı da belə qəşəng düzəltmişəm.
Bu kağızın arkasına bilmirdim ne yapıştırım. Yani ona uygun kardonlar tapa bilmirdim də. Götürdüm, kafet səbəti var idi. Kafet səbətini içini kestim bir qatını. Kestim, elə bura qəşəng yapışdırdım. Qəşəng qoymuşam burada çaynik. Burada da makaron bişiririm.